Hamıya salam. Yəqin ki, internetdə o məşhur videonu görmüsünüz. Hanı yeniyetmə milyonçularla minimum əmək haqqı ilə çalışanlar üz-üzə gəlir. Bax bu söhbətə maliyyə eksperti Graham Stefan da qoşulub və sərvət haqqında açığı bəzi çox düşündürücü fikirlər səsləndirib. Gəlin birlikdə baxaq, o bu məsələyə necə yanaşır. Deməli, bütün mübahisənin mərkəzində dayanan inanc budur. Çox çalışsan, varlı olarsan. Hamımız bu sözü ömrümüzdə dəfələrlə eşitmişik, elə deyilmi? Sanki bir qızıl qaydadır. Amma Graham Stefan məhz bu fikrin özünü sorğulayır. Yəni, o çox vacib bir sual ortaya atır. Əgər varlı olmaq sadəcə və sadəcə çox çalışmaqdan asılıdırsa, bəs onda niyə hər gün səhərdən axşama qədər ağır zəhmət çəkən hər kəs milyonçu deyil? Gəlin görək, bu mübahisənin kökündə əslində nə dayanır? Bax, elə bu sualda bizi Jubileyinin o videosundakı əsas qarşıdurmaya gətirib çıxarır. Bir tərəfdə sərvəti sırf öz zəhmətləri ilə qazandıqlarına ürəkdən inanan gənc milyonçular var, o biri tərəfdə isə nə qədər çalışsalar da sanki bir addım belə irəli gedə bilməyən, minimum maaşa işləyən insanlar. Bax, bu iki qrupun toqquşması sərvət haqqında düşüncələrimizdəki fundamental fərqləri tam çılpaqlığı ilə ortaya qoyur. Bu video əslində bizə onu göstərir ki, sərvətə gedən yol haqqında çox fərqli, hətta bir-birinə zidd baxışlar var. Bəziləri üçün bu yol sırf zəhmətdən, tər tökməkdən keçir. Digərləri üçünsə, məsələdə şans və həyatı hansı şərtlərlə başlamağın da böyük rolu var. İndi isə gəlin bu mübahisənin tam ürəyinə enək. O məşhur inanca, yəni çox çalışmaq mifinə. Həqiqətənmi tər tökmək səni birbaşa sərvətə aparan bir yoldur? Yoxsa bu uğur hekayəsinin sadəcə kiçik bir parçasıdır? Grahamın bu mövzuda, inanın, çox maraqlı bir yanaşması var. Grahamın izahına görə çox çalışmaq vacibdir, şərtdir, amma bu tapmacanın sadəcə bir hissəsidir. Çox sadə bir misal çəkir. Deyir ki, dünyanın ən sürətli, ən çalışqan qabyonu olsan belə, heç vaxt sənaye tipli bir qabyon maşınla rəqabət apara bilməzsən. Deməli, məsələ təkcə nə qədər zəhmət çəkdiyində deyil. Baxın, Grahamın burada çox maraqlı bir bənzətməsi var. O, uğuru omletə bənzədir. Fikir verin, omlet təkcə yumurtadan ibarət deyil, düzdür? Deyir ki, çox çalışmaq sadəcə o yumurtadır, yəni əsasdır. Amma tək başına kifayət deyil. Əsl dadlı bir uğur omleti üçün içinə başqa şeylər də qatmalısan. Biraz həvəs, biraz biznesdən anlamaq, inatkarlıq, hətta deyir ki, biraz da dəlicəsinə xəyallar qurmaq lazımdır. Və təbii ki, pulu düzgün hesablamaq, yəni yaxşı mühasibatlıq. Bütün bunlar bir araya gələndə, bax o zaman əsl uğur ortaya çıxır. Yaxşı, çox çalışmaq və digər keyfiyyətlər vacibdir, bunu anladıq. Amma Graham deyir ki, çox vaxt söhbətdən kənarda qalan bəzi görünməyən, amma həll edici faktorlar var. Bunlar nədir? Risk, şans və ən əsası yıxılanda səni tutacaq bir təhlükəsizlik yastığı. Gəlin bir anlıq düşünək, bu amillər oyunu əslində necə dəyişir? Bu müqayisə vəziyyəti mükəmməl şəkildə izah edir. Videodakı milyonçu gənc deyir ki, bir dırnaq salonu açmışdım, uğursuz oldu, pulumu itirdim. Onun üçün bu sadəcə, neysə, pul getdi deməkdir. Yəni bir təcrübədir. Amma minimum əmək haqqı ilə dolanan biri üçün belə bir risk etmək və uğursuz olmaq hər şeyin sonu demək ola bilər. Evin kirayəsi, kommunal xərclər, bu o təhlükəsizlik yastığının nə qədər həyatı olduğunu göstərir. Və bu cür riskləri götürə bilmək üçün Grahamın başqa bir vacib fikri ortaya çıxır. O deyir ki, həqiqətən böyük, fərqli bir şeyə nail olmaq istəyirsənsə, biraz xəyalpərəst, bəlkə də biraz dəli olmalısan. Yəni, cəmiyyətin sənə dediyi o, bu mümkün deyil, bu alınmaz kimi standartlarından kənara çıxmalı, sənə xidmət etməyən inancları kənara atıb, fərqli düşünməyə cəsarət etməlisən. Mübahisənin başqa bir çox maraqlı tərəfi isə iş bazarı ilə bağlıdır. Yəqin siz də eşitmisiniz, burada qəribə bir paradoks var. Biznes sahibləri deyir ki, işləməyə adam yoxdur, tapa bilmirik. Eyni zamanda da iş axtaranlar deyir ki, yüzlərlə yerə müraciət edirəm, heç bir yerdən cavab gəlmir. Necə olur bu? Necə olur ki, hər iki tərəf eyni anda haqlı ola bilər? Baxın, bu ziddiyyəti burada açıq şəkildə görürük. Bir tərəfdən işə götürənlər şikayətlənir ki, işçi yoxdur. O biri tərəfdən isə gənclər deyir ki, yüzlərlə onlayn müraciət etmişik, amma heç bir geri dönüş yoxdur. Aydındır ki, ortada ciddi bir əlaqə qopuqluğu var. Yaxşı, bəs bu qarmaqarışıqlıqda nə etməli? Graham burada biraz köhnə məktəb üsulu təklif edir, amma inanın çox məntiqlidir. Deyir ki, yüzlərlə onlayn anket göndərib o qara dəlikdə itməkdənsə, durun ayağa və fərqli bir şey edin.
Məsələn, işləmək istədiyiniz o şirkətə, o kafeyə şəxsən gedin, qapını döyün, birbaşa danışın. Hətta deyin ki, bir müddət pulsuz kömək edə bilərəm, sadəcə işi öyrənmək istəyirəm və təslim olmayın, israrlı olun. Düşünün, yüzlərlə e-poçt arasında sizin bu cür hərəkətiniz sizi necə fərqləndirəcək? Yaxşı, bütün bu müzakirələrdən sonra gəlin əldə etdiyimiz parçaları birləşdirək. Çox çalışmaq mifindən tutmuş, risk faktoruna, iş bazarı paradoksundan, fərqli düşüncə tərzinə qədər bütün bunlardan hansı ümumi nəticəni çıxara bilərik? Gəlin görək, əsl uğur resepti nə imiş? Deməli, əsas məqam budur. Uğurun sadə, tək bir düsturu yoxdur. Bu, sadəcə bunu et və zəngin ol kimi bir şey deyil. Əksinə, uğur çox şaxəli bir yanaşma tələb edir. Bu doğru düşüncə tərzi, ağıllı strategiya və ən əsası heç vaxt təslim olmamağın, o əzmkarlığın vəhdətidir. Və sonda Graham'dən çox konkret, əməli bir tövsiyə gəlir. O, öz həyatını və biznesə baxışını tamamilə dəyişdirdiyini söylədiyi 4 kitabı özünün mini MBA-yi adlandırır. Onun fikrincə bu 4 kitabı oxumaq sadəcə yeni məlumatlar öyrənmək deyil. Bu, sizin gələcək 10 il üçün düşüncə tərzinizi formalaşdıracaq bir investisiyadır. Və mən də sizi məhz bu sualla baş-başa buraxmaq istəyirəm. Bütün bu danışdıqlarımızdan sonra bir anlıq öz uğur yolunuza baxın. Sizcə, sizin o şəxsi omletinizdə nə əski idi? Bəlkə daha çox əzmkarlıq lazımdır, bəlkə biraz cəsarətli xəyalpərəstlik, ya da bəlkə tamamilə fərqli bir strategiya qurmaq vaxtıdır. Bu barədə düşünməyə həqiqətən dəyər.